إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Əziz və dəyərli və hörmətli qardaş və bacılarım, əziz dinləyicilər, hər birinizin məlumu olduğu kimi biz artıq Ramazan ayından sonraki ay olan Şəvval ayındayıq, Hicri qəməri təqvimi ilə və bu ayda, yəni Şəvval ayında 6 gün oruc var və ona görə də Şəvval ayının 6 günü orucu haqqında 10 məsələni qeyd edəcəyik. Birinci məsələ, bu orucun dəlili Səhih Müslimdə keçir. Hədis Əbu Eyyub Əl-Ənsaridən radiyallahu anhudan rəvayət olunur. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kim Ramazan orucunu tutar və sonra da Şəvvaldan 6 gün bu orucu əlavə edərsə, bu bütün ili oruc tutmuş kimidir. Və bu hədis səhihdir, sabitdir və qeyd edildi ki, hədis Səhih Müslimdə keçir və həmçində hədisi İmam Tirmizi rəvayət edir və həmçinin də hədisi iki razi, Əbu Hatim Razi və Əbu Zür'a Razi və həmçinin Daraqutni rahimehumullahu cəmiə, Allah hamısına rəhmət eləsin, öz ilal kitablarında bu hədisi qeyd ediblər və hədisi zəif saymayıblar və bu hədis qeyd edildiyimiz kimi səhih və sabit olan hədislərdəndir. Lakin bu hədisi yəni zəiflətmək istəyənlər də olub, zəif saymağa çalışmaq istəyənlər də olub. Onlardan Əbu Xattab İbn Dihyə olub. Lakin Əl-Əlay rahimehullah yəni Şəvvalın 6 günün orucu barəsində belə bir risalə yazır. Raf'ul İşkal an siyam sittəti əyyam min Şəvval. Şəvval ayının 6 gün orucu haqqında, şübhənin aradan qaldırılması haqqında yəni belə bir risalə yazır və orada həmən şübhəyə cavab verir və Əl-Əlay rahimehullah buyurur ki, Əbu Eyyub Əl-Ənsaridən gələn hədis sabitdir və səhih olan hədisdir və həmçinin də Thəvbən radiyallahu anhudan gələn hədis barəsində buyurur ki, o hədis də sabit və səhih olan hədislərdəndir. Hansı ki, Thəvbən radiyallahu anhu buyurur ki, deməli kim yəni Ramazan bayramından sonra 6 gün oruç tutarsa, bu bir ilin orucu qədər olar. Çünki kim bir yaxşı əməl edərsə, ona onun 10 qat savabı yazılır. O bir hədis səhih olan hədisdir. Həmçinin də İbn-i Qayyim rahimehullah Təhdibus Sünəndə də bu hədis haqqında danışıb və hədisin səhihliyini təsdiqləyib. Və bu birinci məsələ. İkinci məsələ isə ondan ibarətdir ki, Şəvval ayının 6 gününün orucunun hökmü. Bəzi alimlər deyiblər ki, bu orucu tutmaq müstəhəb deyil və bu görüşə İmam Malik və həmçinin Əbu Hanifə rahimehullah bunu buyurublar. Lakin İmam Malik rahimehullah yəni bu məsələdə təfsilat verib. Təfsilatı ondan ibarətdir ki, Mutarrif rahimehullah İbn Malikdən nəql eləyir ki, o deyir, bir şəxsin Şəvvalın 6 gün orucunu özü-özündə tutmasını icazəli görürdü, amma aşkar şəkildə tutulmasına bunu görmürdü. Çünki bu insanlarda həmən orucun Ramazanla birgə tutulub vacib olduğu düşüncəsini yarada bilərdi. Və həmçinin Yahya ibn Yahya Leyth buyurur ki, mən İmam Malikin belə dediyini eşitdim ki, Ramazandan sonra Şəvval ayında 6 gün oruç tutma barəsində mən nə bir alimdən, nə bir fiqh əhlindən bu orucu tutan birini görmədim və bu barədə sələfdən də mənə bir şey çatmamışdı. Və ümumiyyətlə İmam Malik rahimehullah barəsində qeyd edirlər ki, yəni İmam Malik rahimehullah necə ki onun barəsində İbn Abdülbər rahimehullah buyurur ki, ola bilsin ki bu hədis İmam Malikə çatmayıb. Əbu Eyyub Əl-Ənsari radiyallahu anhun hədisi İmam Malikə çatmamışdır. Lakin hər bir halda qeyd elədi ki, hədis səhih və sabit olan hədisdir, hədis mövcuddur və Şəvval ayının orucu haqqında isə digər alimlər buyururlar ki, oruc müstəhəbdir. Və həmçinin biz bir şey qeyd edilir ki, Əbu Hanifə rahimehullah da yəni bu orucun müstəhəb olmadığını qeyd edir. Lakin Hənəflərin bir çoxu bu orucun müstəhəb olduğunu qeyd ediblər. Necə ki, alimlər qeyd edir ki, bu barədə İbn Abidin öz
haşiyəsində bunu açıqlamışdır. Və ikinci rəy isə bu orucun müstəhəb olduğunu deyən alimlər, bu əksər alimlərin görüşüdür. O cümlədən Abdullah bin Mübarək, İmam Şafi, İmam Əhməd onların görüşləridir. Onların da bu görüşdə əsas dayaqları, söykənəcəyi yerlər, dəlilləri Əbu Eyyub Əl-Ənsardan gələn hədisdir, hansı ki onu biz əvvəldə qeyd eləmişdik. Və növbəti məsələ isə nafilə orucuna niyyətin gecədən edilməsi. Alimlər qeyd edib, bəzi alimlər buyurublar ki, gecədən edilməsi şərtdir. Bu görüşə İmam Malik və həmçində Davud Əl-Zahiri qeyd ediblər bu görüşü və onların dəlilləri də ondan ibarətdir ki, bir şəxsə yəni deyilməsi ki, o tam bir gün oruç tutub, yəni lazımdır ki, həmən şəxs gecədən niyyət eləsin. Yox, əgər gün ortadan niyyət eləyərsə, gündüzdən niyyət eləyərsə, bu insana bir günü tam oruc tutdu deyilmir. Yəni bu insana deyilir ki, bu insan günün yarısını tutub. Ona görə də bu alimlər buna əsasən, bu qaydaya əsasən, yəni qeyd ediblər ki, yəni niyyət gecədən olmalıdır. Və bəzi alimlər isə qeyd ediblər ki, yəni gecədən niyyət olmadan da orucu tutmaq doğrudur, səhihdir. Yəni günün gündüz çağı, günorta çağı, yəni insan niyyətini eləyib orucunu tutsa, orucu səhihdir. Və bu Əbu Hanifə, Şafi və Əhməd kimi imamların görüşüdür. Və onlar, yəni onların bir neçə dəlilləri var. O dəlillərdən biri də Səhih Müslimdə Ayşə anamızdan sabit olan hədisdir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bir gün onun yanına daxil olur və soruşur ki, yemək var və Ayşə anamız, yəni onlar deyirlər ki, qadınlar deyir ki, xeyr, bir şey yoxdur yeməyə və Peyğəmbər sallallahu əleyhi və səlləm eləyirsə mən orucam. Yəni Subhan həmçinin bu hədis onu göstərir ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin az olduğu günlər də olub, yemək tapmadığı günlər də olub. Ona görə insan olduğu halına şükür eləməlidir. Allah həmd olsun ki, günümüzdə insan ən azından yəni bir çörək qırıntısı da belə tapır, bir dilim çörək də tapır ki, yəni günlük yeməyini yesin, az qalmasın və ona görə insan belə çətin durumlarda, belə çətin hallarda Peyğəmbərləri və Peyğəmbərimiz Muhammed sallallahu əleyhi və səlləm xatırlamalıdır və onu yadına salmalıdır. Və bu hədisdən alimlər belə bir nəticəyə gəliblər ki, deməli Peyğəmbər sallallahu əleyhi və səlləm gündüzdən, günorta çağından niyyət elədi və onun orucu da doğru oldu. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm vaxta qədər heç nə yeyib içməmişdi və sonra isə artıq yemək olmayandan sonra da artıq qeyd edilir ki, mən o zaman orucam. Lakin bu məsələyə Maliki alimlərinin cavabı olub. Onlar qeyd ediblər ki, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm deməsi ki, elə isə mən orucam. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm orada sanki deyib ki, elə isə orucumu tamamlayıram mənasında ola bilər. Bu ehtimalı qeyd ediblər və deyiblər ki, yəni hədisdə açıq-aşkar heç nə yoxdur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm gündüz niyyət eləyərək orucunu başlayıb. Burada belə bir ifadə keçmir. Yəni burada bir neçə ehtimallar var və onlar deyirlər ki, şərii qaydaya əsasən deməli bir dəlil bir neçə yaxın ehtimalı açıqdırsa, o zaman bu dəlillə hökm çıxartmaq olmaz. Və lakin ümumiyyətlə Maliki alimlərinin bu sözünə cavab olaraq elm əhli buyurub ki, ümumiyyətlə bizim üzərimizə düşən odur ki, Quran və sünnəni sahabələrin fəhmi ilə başa düşək, sahabələrin sələf-i salihin anladığı kimi başa düşək və ona görə də biz deyir bu məsələdə sahabələrin feillərinə, hərəkətlərinə, sözlərinə baxandan görürük ki, onlar gündüzdən nafilə oruc üçün niyyət etməyə icazəli görüblər. Və hansı ki İbn Əbi Şeybənin rivayətində Hüzeyfə radiyallahu anhu yəni zavaldan sonra, günorta vaxtından sonra nafilə orucu niyyət eləyib, nafilə orucu üçün niyyət eləyib və həmçində Tahavvüdə sabitdir ki, İbn Məsud radiyallahu anhu həmçində bu əmələ icazə verib və bu da onu göstərir ki, Allah Resulü sallallahu əleyhi və səlləm sahabələrinin fəhminə əsasən nafilə orucda gündüz niyyət etmək icazəlidir. Nafilə orucda gündüz, günün günorta çağından niyyət eləmək icazəlidir. Və həmçində bunun fərqi yoxdur. İstəyir bu qeydli nafilə oruclar olsun, yəni 1, 4, 13, 14, 15 və yaxud da Arafa, Aşura orucu, istərsə də mütləqən. Yəni hər hansısa bir insan həftənin 2-ci, 3-cü günü oruç tutmaq istəyir. Fərqi yoxdur. Bu orucların hamısında yəni gecədən niyyətin edilməsi şərt deyil. İnsan əgər günün günorta çağı, günortaya qədər və yaxud da günorta yaxın heç nə yeyib içməyibsə, həmən vaxtdan sonra da insan yəni oruc tuta bilər və buna nafilə orucdan niyyət edə bilər. Və inşallah ki, Allahın izni Allah daha doğrusunu bilir.
səhih olan görüş də budur. Alimlərdən İmam Nəvavi rahimehullah mütləqənlə qeydinin arasında fərq qoyub. Lakin yəni Şafi alimləri yəni bu görüşün əksini deyiblər. Necə ki İmam Nəvavi rahimehullah buyurur ki, əshabın, yəni məzhəb alimlərinin sözlərinin zahiri mənim dediyimə əksdir, müxalifdir. Dördüncü məsələ nafilə orucunun yarımçıq kəsilməsi. Yəni tutaq ki, bir insan 2 gün Şəvval orucunu tutur, sonrası ara buraxır, sonrası növbəti günlərini davam edir və yaxud da yəni bu gün nafilə orucunu tutur, lakin günorta və yaxud da günortadan bir neçə saat sonra orucunu açır və nafilə oruclarının yarımçıq kəsilməsinin hökmü bəzi alimlər buyurublar ki, yəni kəsmək icazəli deyil. Bu Əbu Hanifə və həmçində Malik rahimehullahın görüşüdür və digər alimlər buyurublar ki, yarıda kəsmək icazəlidir və tamamlamaq vacibdir və bu da İmam Şafi və həmçində İmam Əhmədin görüşü olmuşdur. Yəni yarıda kəsmək olmaz deyənlərin dəlili Uca Allah Subhanahu va Taala'nın ayəsidir. Və la tubtilu a'malakum, əməllərinizi puç eləməyin ayəsidir. Lakin biz dedik ki, Allah Resulü sallallahu əleyhi və səlləmin sahabelərinin feillərinə görə, hərəkətlərinə görə nafilə orucu yəni yarıda kəsmək icazəlidir və bunda heç bir yəni qəbahət yoxdur. Və belə ki, bu məsələdə İbn Abbas radiyallahu anhumadan və həmçində İbn Məsuddan sabit olub ki, onlar nafilə orucunu kəsməyə icazə veriblər. Və həmçə Peyğəmbər sallallahu əleyhi və səlləmin hədisi, Səhih Müslimə gələn hədis, Ayşə anamız radiyallahu anh rivayet edir ki, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm yanıma gəldi və soruşdu ki, yeməyiniz varmı? Biz dedi ki, xeyr. Və Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, onda mən orucam. Sonra dedi, başqa bir gün gəldi və biz dedi ki, Allahın Rəsulu bizə heysun adlı bir yemək hədiyyə edilib. Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, onu mənə göstərin, mən bugün orucam. Və Peyğəmbər sallallahu əleyhi və səlləm o yeməyi yeyir. O bu hədis açıq şəkildə onu göstərir ki, Allah Resulü sallallahu əleyhi və səlləm nafilə orucunu tamamlamır, yarıda kəsir və bu hədis həmçində ona sübutdur ki, nafilə orucunu yarıda kəsməkdə heç bir eyib, heç bir qəbahət yoxdur. Və inşallah ki, bu məsələnin ən doğru və ən üstün olan rəyidir. Allah daha doğrusunu bilir. Yəni nafilə orucunu yəni kəsmək icazəlidir və bunda heç bir nöqsan yoxdur. Amma alimlərin ki, Allah Subhanahu va Taala'nın ayəsini dəlil gətirməsi və la tubtilu a'malakum, əməllərinizdən puç eləməyin. Bu barədə elm əhli buyurublar ki, necə ki onlardan İbn Abdülbər rahimehullah buyurur ki, yəni burada məqsəd odur ki, yəni riyanın əməllərinizi puç eləməyin və ya əməllərinizi günah və itaətsizliklərlə puç etməyin. Və bu məsələdə də fərqi yoxdur. İstər nafilə orucu qeydli oruc olsun, istərsə mütləqən oruc olsun. Yəni burada da yəni insan həmin orucunu yarıdan saxlaya bilər, kəsə bilər. 5-ci məsələ, fərz orucun qəzası qaldığı halda nafilə orucu tutmağın hökmü. Alimlər bu məsələdə 2 görüşdə olublar. Birinci görüş odur ki, yəni onlar qeyd ediblər ki, fərz orucunun qəzası olsa belə nafilə orucu tutmaq icazəlidir və Hənəfilər və həmçinin Maliki, Şafi və Həmbəlilərdən bir qism alimlər, eləcə də İmam Əhməddən rəvayət olunan bir görüşə görə Ramazanın qəzasından əvvəl nafilə orucu tutmaq icazəlidir. Onların dəlilləri odur ki, yəni fərz borcu qalan şəxsə nafilə ibadətlər qadağan edilməz, ta ki ona açıq, aydın bir dəlil olmadıqca. Və həmçinin onların gətirdikləri dəlil Ayşə anamızın hadisəsidir ki, Ayşə anamız buyurur ki, Ramazandan deyir, mənim üzərimə oruc borcu qalırdı, amma mən onu yalnız Şaban ayında, yəni Ramazandan əvvəlki ayda qəza eləyə bilirdim, tuta bilirdim. Yahya buyurur ki, yəni Peyğəmbərdən dolayı məşğul idi ya da Peyğəmbərlə birlikdə olmaq onu məşğul edirdi. Və bəziləri yəni Yahya barəsində ixtilaf edirlər, bu hansı Yahyədir? Yahya ibn Səid əl-Ansari, yoxsa ki Yahya ibn Səid əl-Qattan, yoxsa başqa Yahyadır? Hər bir halda deyir ki, bu Yahyənin sözüdür. Hansı ki qeyd edir ki, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm ilə məşğul olduğundan dolayı yəni belə edirdi. Və ikinci rəyə deyiblər ki, üzərində qəza orucu olan bir şəxs, yəni qəzanı tutmamış, nafilə orucu tutması icazəli deyil.
nafilə orucu tutması icazəlidir. Bu İmam Əhməddən gələn bir rivayətdir və deməli onların dəlilləri Əbu Hüreyrə radiyallahu anhudan soruşulur ki, Ramazandan yəni üzərimə deyir, bir nəfər soruşur ki, Ramazandan üzərimə qəza borcu qalıb, qəzam var və mən deyir 10 gün nafilə oruç tuta bilərəmmi? Əbu Hüreyrə radiyallahu anhu buyurur ki, xeyr, əvvəl deyir Allahın borcunu, Allahın haqqını, yəni fərz olanı yerinə yetir, sonra istədiyin gələr nafilə oruç tut. Və bu da bunu deyənlərin dəlilidir. Lakin Allah daha doğrusunu bilir, Allah daha düzünü bilir. Yəni Şəvval orucu istisna olmaqla digər oruclarda insan yəni onu qəzadan qabaq, Ramazanın qəzasından qabaq tuta bilər ta ki növbəti Ramazana qədər. Amma bir məsələni qeyd eləyək ki, insandır, yəni ölüm hər bir zaman ona yaxınlaşa bilər, insanın əcəlindən xəbəri yoxdur. Ona görə yaxşı olar ki, fərz orucunu çox gecikdirməsin, çox saxlamasın. Yaxşı olar ki, fərz orucunu tez əda eləməyə çalışsın, tez onu yerinə yetirməyə çalışsın. 6-cı məsələ, Şəvval ayının 6 günün orucu haqqında 6-cı məsələ isə odur ki, yəni bir insan Əbu Əyyub Əl-Ənsari radiyallahu anh hədisində gələn savabı əldə eləmək istəyirsə, yəni olarmı ki, o yəni Ramazan qəzasından qabaq Şəvval orucunu tutsun, sonra isə Ramazanın qəzalarını tutsun. Tutaq ki, məsələn, bir insan üzürlü səbəbdən 10 gün Ramazan ayının orucunu tutmayıb və fikirləşir ki, birdən yəni mən Şəvvalda həmən 10 günlə məşğul olsam, Ramazanın 10 günlə məşğul olsam, 6 gün keçib gedəcək, tuta bilməyəcəm. Ola bilsin ki, yerdə qalan 14-13 günü başqa şeylərlə məşğul tuta bilməyim. Ona görə bu insan deyir ki, mən yəni nafiləni qabağa salıram, Şəvvalın 6 gününü qabağa salıram, sonra isə Ramazanın növbəti günlərini qəza edirəm. Hər bir halda belə bir düşüncə səhv düşüncədir. Çünki bu Əbu Əyyub Əl-Ənsari radiyallahu anhudan gələn hədisin zahirinə əksdir, ziddir. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, yəni kim Ramazan orucunu tutar, thumma, yəni sonra. Burada alimlər buyurur ki, burada sonra kəlməsi demək ardıcılığı tərtibi bildirir. Ona görə birinci yəni Ramazan orucunu tutur, kamil tutur və sonra isə Şəvval orucunu tutur. Yəni ona görə də Ramazandan 25 gün tutan şəxsə Ramazan orucunu kamil tutdu deyilmir. Ramazandan 25 gün tutdu deyilir. Ramazandan bir neçə günlər, bir neçə gün tutdu deyilir. Amma kamil olması üçün ya ay 29 olur, ya da 30 olur. Ona görə kamil tutur və sonra isə nədir? Yerdə qalan günlərini yəni sonra isə Şəvval ayının 6 gününü tutur. Lakin birdən əgər insan yəni tutaq ki, zənn eləsə ki, belə eləmək olar, belə bir halda deyilir ki, yəni o insan oruca görə savab qazanır, amma Əbu Əyyub Əl-Ənsari radiyallahu anhunun hədisində olan o savabın altına düşmür. Ona görə hədis göstərir ki, birinci Ramazan orucu kamil tutulmalıdır və sonra isə deməli nafilə oruca keçilməlidir. Şəvval ayının orucuna keçilməlidir. Hətta o bəzi alimlər yəni bəzi alimlər deyirlər ki, hansı ki biz əvvəldə qeyd elədik, başqa aylarda nafilə orucunu qəzadan qabaq tuta bilərsən. Amma o alimlər özləri də belə Şəvval ayında bunu istisna görüblər ki, xeyr, Şəvval ayına gəldikdə isə hədisə əsasən birinci qəza orucları tutulur, sonra isə Şəvvalın 6 günü tutulur, Şəvvalın 6 günü yerinə yetirilir. 7-ci məsələ, yəni insan deməli Şəvvalın 6 gününü Şəvvaldan sonraki aylarda Zilqaydədə, Zilhiccədə və yaxud da Məhərrəm, Səfərdə həmin 6 günü tuta bilər, yoxsa ki, yox. Yəni həmin 6 günü tutsa, Əbu Əyyub Əl-Ənsari radiyallahu anhunun hədisində keçən o fəzilətdə nail ola bilər, yoxsa yox. Və bu barədə alimlər qeyd ediblər ki, yəni Şəvvaldan başqa aylarda da 6 gün tutulsa, həmin savaba nail olmaq mümkündür. Və bu görüşü Maliklərdən bir qismi, Şafilərdən bəzi alimlər və Həmbəlilərdən İbn Muflih bunu qeyd edib və onlar deyiblər ki, Əbu Əyyubun
hədisində yəni Şəvval ayı sözünün qeyd olunması səbəbə görədir. Yəni Şəvval ayı Ramazana yaxın olduğuna görə istər-istəməz insan Ramazandan oruz həvəsi ilə çıxır və sonra oruza davam eləmək istəyir və bu səbəbdən nədir? Şəvval ayı həmən hədisdə qeyd olunmuş. Şəvval ayı orada keçmişdi. Və həmçində onlar deyiblər ki, şəri qaydalardan biri də budur ki, bir söz, yəni bir mətndə müəyyən bir səbəbdən qeyd olunubsa, yəni onun zahiri mənasından xüsusi hökm çıxarılmaz. Yəni tutaq ki, orada onlar deyirlər ki, yəni orada Şəvval sözü qeyd olunubsa və onlar deyirlər ki, Şəvval qeyd olunub çünki Ramazandan sonra gələn aydır və deyirlər ki, qeyd olunubsa, yəni bu o demək deyil ki, yəni sırf elə Şəvvalda tutmasın 6 günü. Başqa aylarda da tuta bilərsən. Zilqayda, Zilhiccə, Məhərrəm, Səfər və yaxud da başqa aylarda. Və həmçində onlar Səvban radiyallahu anhunun hədisini də dəlil gətirirlər ki, Səvban radiyallahu anhu hədisin davamında qeyd edir ki, hər bir savab 10 qat artırılır. Ona görə də onlar deyiblər ki, yəni sən başqa aylarda da oruç tutsan, bir günlük orucun 10 günə bərabərdir. 6 gün tutsan 60 günə bərabərdir. Üzərinə Ramazana da gəlsən 30 gün, 300 günə bərabərdir. Ramazana da gəlsən hicri təqvimən 360 gün ilə. Bu bir il oruç tutmuş kimi həmən insan sayılır. Və onlar bunu qeyd ediblər və lakin bu məsələdə bir şey qeyd etmək lazımdır ki, bu yəni hədisin zahiri onu göstərir ki, oruc həmən bu Şəvval ayının orucu Ramazandan sonraki ayda tutulur, Şəvval ayında tutulur. Aydındır. Və həmçinin də bu məsələdə ikinci görüş isə odur ki, alimlər qeyd ediblər ki, bu oruc, necə ki az öncə qeyd edik, bu oruc sırf Şəvvala aiddir, başqa aylara aid deyil. Və bu şafiləri və həmçində həmbəllərin görüşüdür. Lakin biz deyik ki, həmbəllərdən İbn Muflih bircə bu görüşə müxalif olmuşdu. Və təbii ki, onların dəlili də yəni qeyd olunan məşhur hədis də Əbu Eyyub Əl-Ansari radiyallahu anhudan gələn hədisdir. Və onlar qeyd ediblər ki, Şəvval ayının hədisdə qeyd olunması, o adın keçməsi, deməli keçibsə, deməli onun bir faydası var. Boşu-boşuna qeyd olunmayıb. Yəni bu onu göstərir ki, deməli həmən oruc Şəvval ayında tutulmalıdır. Və həmçində İbn Qayyim rahimehullah Təhdibus Sünəndə də yəni bu görüşü yəni güclü şəkildə müdafiə eləyir, hansı ki oruc Şəvvalda tutulmalıdır və başqa aylarda tutulmağı icazəli görənlər barəsində buyurur ki, onların görüşləri təəccüblü və qəribə görüşdür. Və daha sonra isə İbn Qayyim rahimehullah buyurur ki, yəni Şəvval ayının orucu sanki Ramazan ayının orucunun bir sünnəsidir. Deməli, Şəvval yəni sadəcə bir səbəb kimi qeyd olunub, belə demək düzgün deyil. Əksinə, burada konkret olaraq bir fayda var və bu faydaya əsasən də əməl eləmək lazımdır. Yəni, təbii ki, burada hədisdə iki səbəb var, iki illət var. Birincisi, insan ümumiyyətlə bir şey qeyd etmək lazımdır ki, bəli, bir günlük oruca görə sən 10 günlük orucun savabını əldə edirsən. Bu ayrı məsələ. Amma əsas məsələ isə hansı ki, bunu qarışdırmaq olmaz. Burada əsas səbəb, illət nədir? Onun Şəvvala aid olmasıdır, Şəvvalda tutulmasıdır. Aydındır? Əgər hədisdə qeyd olunan savabı əldə etmək istəyiriksə, deməli, nədir? Olduğu kimi Ramazan orucu tutulur və sonra isə 6 gün Şəvvalda tutulur. Ona görə bu məsələni düzgün başa düşmək lazımdır, düzgün anlamaq lazımdır ki, hətta insan dəlillərin önündən keçməsin. Yaxşı, burada başqa bir məsələlər ortaya çıxır ki, yəni bir insan deyə bilər ki, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm Abdullah ibn Amr radiyallahu anhudan gələn hədisdə yəni buyurur ki, yəni hər aydan 3 gün oruç tutmaq bir il oruç tutmaq kimidir. Yəni hər aydan 3 gün oruc yəni 360 gün eləyir və bu hədisi özünə dəlil götürən insan deyə bilər ki, mən tutaq ki, Zilqaydədən başlamışam ta növbəti ilin Zilqaydəsinə kimi. Mən deyir Zilqaydə ayının 3 gününü tuta bilmirəm, amma mən o 3 günü Zilhiccənin 3 gündən yanaşı tutacam. Yəni Zilhiccədən yəni o şey ümumilikdə 6 gün tutacam.
Və yaxud da deyə bilər ki, Zilhiccədə məşğul oldum. Zilhiccədə məşğul oldum. Məhərrəmdə tutacam və məhərrəmdə amma 9 gün tutacam ki, çünki Zilqaydə ilə Zilhiccəni tutmamışam. 6 gün o, 3 gündə Zilhiccənin orucu və beləliklə mən 90 gün oruz tutmuş kimi sayılmış olum və beləcə o Peyğəmbər sallallahu hədisində qeyd olunan o savabı əldə edeyim. Və belə bir şəxsə deyilir ki, bəli sən yəni savab əldə edə bilərsən. Yəni bir gün oruca 10 gün oruc savabını əldə edə bilərsən. Amma hədisdə sırf keçən hər aydan oruc tutmaq savabını isə əldə etmək o ayrı məsələdir. Aydın, ona görə onu əldə etmək üçün insan hər aydan 3 gün oruc tutur və yaxud da digər məsələlərdən biri Şəvval ayında qeyd olunan fəziləti insan əldə etmək istəyirsə, sırf Şəvval ayında həmin orucları tutmalıdır. Və 8-ci məsələ isə Şəvvalın 6 gün orucunu xəstəlik, üzürlü hal və ya başqa bir səbəblə tuta bilməyən şəxs. Yəni tutaq ki, bir insan Ramazan ayının qəzaları ilə məşğul olub, ola bilər insan da üzərində yəni 25 günlük Ramazan qəzası var və yaxud da 24 günlük Ramazan qəzası var və bu insan çatdıra bilmir Şəvval orucunu tutmağa. Lakin niyyətində var ki, mən yəni Şəvval orucunu tutmaq istəyirəm və yaxud da ola bilsin ki, Ramazan ayının qəzalarını tutur, amma yəni üzürlü bir səbəbdən yəni Şəvval ayını tuta bilmir. Ola bilsin ki, qadındır, aybaşı olur və yaxud da insandır, başqa bir xəstəlik tapır. Yəni belə bir insan, yəni necə, yəni bu insan hədisdə qeyd olunan savabı əldə edə bilir, yoxsa ki, yox. Bu məsələ barəsində yəni bəzi alimlər qeyd ediblər ki, yəni ibadətin artıq vaxtı ötüb keçib, yəni Şəvval bitdisə artıq ötüb keçdi və fürsət əldən gedib və lakin qeyd ediblər ki, əgər o insanın qəti niyyəti olubsa və bacardığı qədər yəni yerinə yetirməyə çalışıbsa, lakin alınmayıbsa, onda nədir? Ümid edilir ki, Allah Subhanahu wa Ta'ala ona bu ibadətin savabını tam yazar, necə ki, digər ibadətlərdə olduğu kimi. Və 9-cu məsələ, deməli, Şəvvalın 6 gün orucunda ardıcıl tutma məsələsi. Yəni, bəzi alimlər buyurublar ki, yəni bu orucu ardıcıl tutmaq müstəhəbdir. Və qeyd ediblər ki, bu daha inşallah ki, üstün olandır. Çünki burada bunun səbəbi ondan ibarətdir ki, insan artıq Ramazandan sonra ibadətə tələsir və ibadətə səylə başlayır. Yəni bir insan bayramın 2-ci gündən başlayaraq bu 6 günü dalbadal tutarsa, bu daha üstündür. Çünki tənbəllik eləmədən itayətə tələsmək, ibadətə tələsmək və həmçində bu yəni fürsəti dəyərləndirməkdən sayılır. Yəni Allah həmd olsun, biz bu günləri Şəvval ayının 10-cu günündəyik. Ola bilsin ki, müsəlman qardaş və bacılarımızdan kimsə artıq 6 günü bitirib, tamamlayıb Şəvvalın 2-ci gündən tutub və beləcə yəni 8-ci gününə qədər davam edib və bitirib. Elhamdülillah, bu gözəl əməldir. Lakin kimlərsə də hələ davam edir və kimlərsə də yəni bundan sonra başlayacaq. Yəni hər bir halda insan yəni çalışmalıdır ki, Şəvval ayının 6 gün orucunu tərk eləməsin, 6 gün orucunu tutsun ki, hətta hədisdə qeyd olunan savabı əldə eləsin. Və həmçinin də bəzi alimlər qeyd ediblər ki, yəni 2-ci gündən insan oruç tutmağa başlasın, yoxsa ki, bir neçə gün keçəndən sonra hər bir halda artıq bir neçə gün keçib üzərindən yenə də deməkdə bir fayda var. Ola bilsin ki, yəni dinləyənlər üçün, eşidənlər üçün faydalı olsun. Yəni bəzi alimlər buyururlar ki, yəni 2-ci gündən başlaması daha yaxşıdır və bu rəyi İbn Mübarək və İmam Şafi, İshaq ibn Rahveyyə, digər alimlər bunu qeyd ediblər və onların dəlilləri də odur ki, yəni ümumən xeyir işlərdə tələsin və yarışın. Bu kimi dəlillərə əsasən yaxşı olar ki, elə 2-ci gündən başlasın. Və ikinci rəy isə qeyd ediblər ki, yəni 2-ci gündən başlamaq müstəhəb deyil, əksinə bəzi alimlər bunu bəyənməyiblər. Hansı ki, Abdurrazaq Əs-Sənani Musannəfində Mə'mardan nəql eləyir. 2-ci günündən başlamağı yəni bəyənmirdilər. Çünki deyirdilər ki, bu günlər bayram sonrası olan günlər, 2-ci günü və yaxud da 3-cü günü yemək və içmək, sevinmək günlərdir və oruç tutmaq günləri deyil. Və Allah daha doğrusunu bilir. Yəni inşallah ki, güclü olan rəy odur ki, tələsmək daha yaxşıdır.
Yəni dedik ki, ümumi dəlillərə əsasən hansı ki dəlillər yəni buyurur ki, yəni insan xeyir işlərdə tələsməlidir, xeyir işlərdə yarışıb öndə getməlidir. Və 10-cu məsələ, sonuncu məsələ isə Şəvval ayının oruclarını 1-ci, 4-cü günlər və yaxud da 13, 14, 15-ci günlərdə tutmaq olar, yoxsa yox. Hər bir halda yəni bu məsələ ondan ibarətdir ki, yəni Allah daha doğrusunu bilir və üstün görüş odur ki, bəli insan bu orucları 1-ci, 4-cü gündən, yəni hər ikisinin savabını əldə etmək istəyirsə, 1-ci, 4-cü gündən 13, 14, 15-lə cəm eləyə bilər ki, hər iki savabı əldə eləsin və bu inşallah ki, icazəlidir. Və çünki necə ki, misal olaraq, yəni bir insan sübhün vaxta girdiyi zaman məscidə daxil olduqda sübhün sünnəti ilə məscid haqqını təhiyyətül məscidi cəm eləyə bilər və bir arada bunları qıla bilər və həmçində bu oruc ibadətində də, belə oruc ibadətlərində, nafilə oruclarda da keçərlidir. Daha doğrusunu Allah bilir. Uca Allah subhanahu wa ta'ala bizi eşidib yaxşısına tabi olanlardan eləsin. Allah subhanahu wa ta'ala bizlərə həmişə itaət yarışında iştirak eləməyi nəsib eləsin. Allah azə və cəllə bizləri dinində dini başa düşənlərdən eləsin. Subhanəkəllahü və həmdək əşhədu ən la ilahə illənd əstəxirəkə və tövbə iləyik.